Bütün Azərbaycan, Pirevik, Hello, aziz dəyərli dostlar, mən canlı ünsiyyətdə sizlə olmaqdan çox sürürəm. Dövlətimizdə, məmləkətimizdə müharibə gedir. Erməni özümüzdən əmələ gələn, özümüzdən törəyənlər, erməni qəhbələri torpaqlarımızı işğal etməklə davam edir. Daxilimizdə olan qəhbələr, götlər, bu dövləti istəməyən, başda Amzıqəmən FETÖ deyilən terror təşkilatı, gülən Amzıqəmən uca götbələr olmaqla, daxilimizdə olan qəhbələr daim bizim dövlətimizi sarsıdırlar. Əlal xüsusda bizik, qardaş Türkiyədir. Qardaş Türkiyədə bunların ötəsindən Müsəlman dünyasının sahibi, yetimlərin, kimsəsizlərin yiyəsi Tayyip Erdoğan vuruşur bunlarla. Biz dəstək olmalıyıq. Ona görə ki, bu çox çirkin bir terror təşkilatıdır. Bu harda olsun, ancaq müsəlmançılığı, dinimizi, İslamiyyəti satmaqla məşğul olur. Bu şərəfsiz insan heç vaxt İslama nə sevgi, nə yalandan oturub ağlayır. Göt-göt, amcıq-amcıq, yalandan güya gözündən yaş axır, güya İslamı təbliğ edir. Amma bunun İslamiyyətdən bir anlayışı yoxdur, Allah'a and olsun. Yəni bunu görmək lazımdır. Tayyip Erdoğan'ı bütün dünya müsəlmanları sevir. Həmsinin bizdə sevilir. Nə bilim valla, bu Kılıçdaroğlu deyilən qoca götmərənin ömrünə heç az qalıb, öləcək. Hər yerdə bu dövləti, bu milləti satmaqla məşğuldur. Şərəfsiz, göt, sən bu dövlətin çörəyini yiyirsən, bu dövlətə, bu Türkiyə, bu Türkə niyə xəyanət eləyirsən? Sənin partiyanda sağlam insanlar, ağıllı, dərrakəli insanlar çoxdur. Sən imkan ver qoyanlar gəlsin hakimiyyətə. Yapışıbsan o stoldan, az qalırsan da bütün nəslini, kökünü satasan. Bir dənə stoldan ötəri. Şərəfsiz uşaq, şərəfsiz. Yetər də bil belə. Hər gün şəhid veririk. Bizdə də, qardaş Türkiyədə də. Mən müraciət edirəm Sayın Erdoğana, rəisə, rəis bunların hamısını tutsal səri. Allaha and olsun deyirəm. Nə qədər ki bunlar, başta Amerika kəşfiyyat orqanları, NATO, Avropa Şurası, nə qədər ki o daxilimizdədir, bizə gün, dirlik yoxdur. Qardaşım bunların hamısını tutsal səri. Bu dövlət 80 milyon ahali sizə səs veribdir. Sizin arxanızda durur. Nə qədər ki bunlar tutulmuyor, bu millətə, bu Türk dünyasına əminəmanlıq yoxdur. Allah sizləri qorusun. Mən sizləri çox sevirəm. Əziz dostlarım, əziz dəyərli insanlar. Allah sizi xoşbəxt eləsin. Allaha amanət olun. Allah təkdir, yekdir. Biz Hristiyan dünyasını sevirik. Onlar da bizi sevir. İntihası bunların daxilində oğraş, götbərən, amcıqəmən şərəfsiz insanlar çoxdur. Puldan ötəri, vardan ötəri, istəyir öz milləti olsun, istəyir Hristiyan olsun, istəyir müsəlman olsun, hamısını bada verərlər. Stol elə bir şeydir, kreslo elə bir şeydir. Nə bilim valla. Allah yetimlərə, qüsurlərə kömək olsun. Ya Rəbbi, sağ yalvarıram pərverdigara, sana at verirəm gül camalına. Millətimizi qoru, Türk dünyasını qoru. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Bizdə də 15 Temmuzda da şəhid olan, bu dəqiqə dağlarda müharibə aparan Məhmədciklərə, bizimkilərə Allah can sağlığı versin qalanlara. Ölənlərə də Allah rəhmət eləsin. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Malikin yevmiddin. İyyake na'budu ve iyyake nestaîn. İhdinas sıratal müstakîm. Sıratal lezîne en'amte aleyhim gayril mağzûbi aleyhim velezzâlîn. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad. Allahu samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Allahumme salli ala Muhammedin